Amerikalı Aşık Marta. Texas'tan Asan Televiziyası vasitəsilə hər kəsi salamlayıram. Gədəbeyli ailənin içində qalmışam. Qızımın adyalkasına Azərbaycan bayrağını da daxil edirlər. Payız gəldi, uçdu, getdi quşlar. Mahnısı yadıma düşür. Mən Azərbaycandan ötürü çox darıxıram. Selamünaleyküm. Amerikalı Aşık Marta. Texas'tan Asan Televiziyası vasitəsilə hər kəsi salamlayıram. Mən 8 il Azərbaycanda gözəl bir Gədəbeyli ailənin içində qalmışam. Və artıq 7 il var ki, mən evlənib Texas'a, Austin şəhərinə köçmüşəm. Ama sizə deyim ki, Azərbaycana olan mənim sevgimi unutmamışam. Azərbaycan dilini unutmamışam. Zəngin mədəniyyətini, folklorunu unutmamışam. Və mən hamınızı yenə çox istəyirəm, çox darıxıram. Biz yoldaşımla 2 dəfə Azərbaycana qonaq gəlmişik. İkinci dəfə hətta mənim birinci qızım balaca olanda gəldik. Körpə uşaq olanda. Bizdə, mənim Amerikadakı ailəmdə belə bir adət var ki, uşaq anadan olanda ona bir adyalka hazırlayırlar. Mənim mamamla bacım bu adyalka qızıma hazırladılar və Azərbaycana olan sevgimi, Azərbaycan mədəniyyəti onlara o qədər təsir elədi ki, qızımın adyalkasına Azərbaycan bayrağını da daxil edirlər. Yəni qızım bunun altında yatır və inşallah onun da Azərbaycana olan sevgisi olacaq. Mən Azərbaycandan ötürü çox darıxıram. Bəzən hava dəyişəndə fikirləşirəm ki, görəsən bugün Bakıdan hava necədir? Payız düşəndə, o payız gəldi, uçdu, getdi quşlar, mahnısı yadıma düşür. Yəni həmişə Bakıdan belə hisslər yadıma düşür və bulvarda gəzmək istəyirəm, 28 mola getmək istəyirəm. Yəni həmişə ürəyimdə qalır hər gün. O mənim üçün tamamilə başqa yerdir. Mən Müvarı mamam, oradakı mamamla danışanda qızlarım qaça-qaça gəlib soruşurlar ki, sən Müvarı mamamla danışırsan ha? Yəni Azərbaycan dilini bilməsələr də onlar hiss eləyirlər ki, hansı dildə danışıram və çox maraqlanırlar. Qızımın hər ikisinə hamilə olanda mən şəkər burağı hazırlayıb yemişəm ki, qoy heç olmazsa onlar bir balaca Azərbaycan dadına baxsınlar. Azərbaycana qoy onlar da biraz bağlansınlar hardasa. Məndən soruşdular ki, Azərbaycanda yaşamaq sənə nə qazandırdı? Sizə deyim, hər şey. Çox zəngin mədəniyyətinlə, zəngin folklorunla mən tanış oldum. Azərbaycan muzikisiyle tanış oldum, ədəbiyyatından. Xəzər Universitetində ədəbiyyat oxumuşam. Yəni həqiqətən çox gözəl adət-ənənələriniz var. Mən Azərbaycanda bir ailə qazandım demək olar ki, yəni oradakı ailəmlə, yəni ailəmlə yenə çox danışırıq.
Sizin adət-ənənələrinizlə tanış oldum və sizin qonaqpərvərliyinizə heyran qaldım. Bu başqa bir şeydir. Mən yəni bu günə qədər çalışıram ki, evimə gələn bütün qonaqlara o cür qonaqpərvərlik göstərim. Çünki bu çox gözəl və dəyərlidir. Mən hamınızdan tər qarxıram. İstəyirəm yenə qızlarımı gətirib gəlim bir gün. İnşallah Allah qapı açsın. O günə qədər sağ salamat qalın. Hamınızı öpürəm. Çok sağ olun.